Bir millət ki, 1000 illərdir bir ailəyə göz yaşı tökür, o böyük millətdir. Bir ailənin qəmini gətirib şəxsi qəm eləyib, Peyğəmbər ailəsinin qəmini, Hüseynin balalarının qəmini gətirib öz şəxsi qəminə, şəxsi matəminə çeviribsə, o böyük millətdir. Fəzilətli insanlara sayğı bir millətin fəzilət sahibi olmasının müqəddiməsidir. Bu böyük bir neymətdir. Bu məzhəbi dünyaya tanıttıran xalq, Əhl-i Beyt məhəbbətini ən çox yaşadan millətlərdən biri bizi. Bizə bu kənardan gəlməyib. Əvvəldən bizim ürəyimizdə bu məhəbbət olub.